Heç rastınıza çıxıb ki, eyni hadisə iki rəhbər tam fərqli reaksiya verir. Məsələn, biri panikaya düşür, digərsə sakitcə vəziyyəti analiz edib qərar verir. Bu təsadüfi deyil. Uğurlu rəhbərlərin beynində başqa bir əməliyyat sistemi var sanki. Onlar məsələlərə sadə bir rəhbər kimi yox, strateq kimi baxırlar. Elə bu gün sizinlə birlikdə uğurlu rəhbərlərin beyninin içinə bir səyahət edəcəyik. Salam dostlar, Management Akademiyasına xoş gəlmisiniz. Bugünkü videomuzda sizə uğurlu rəhbərlərin düşüncə tərzindən danışacağam. Və əmin olun ki, bu təkcə idarə etməklə bağlı deyil, bu həyatdakı qərar vermə qabiliyyətinizə də təsir edə bilər. Gəlin bir yerdə baxaq. Görək bu insanlar məsələlərə necə baxır ki, həm komandasını inandırır, həm çətin qərarları rahatlıqla verir, həm də uğur qazanır. İlk fərq odur ki, onlar problemi yox, həlli görürlər. Tipik rəhbər deyər ki, bu layihə alınmayacaq, çünki resursumuz azdır. Uğurlu rəhbər isə deyər, resurs azdır, amma bu vəziyyətdə hansı yaradıcı yollarla nəticəyə çata bilərik. Yəni, biri problemdən danışır, digərsi imkanlardan. Beyinləri avtomatik olaraq təhlükə yox, problemin həlli rejiminə keçir. Elon Musk deyir, əgər işlər uğursuz deyilsə, deməli siz kifayət qədər yenilik etmirsiniz. Problem onun üçün təcrübədir, uğursuzluq yox. İkinci fərq, onlar qısa müddətli yox, uzun müddətli düşünürlər. Adi rəhbər deyə bilər, bu ay hədəfləri çatdırmaq vacibdir. Amma uğurlu rəhbər isə deyər, əgər bu ay hədəfi çatdırsaq, amma komanda motivasiyadan düşsə, növbəti ay nə olacaq? Yəni onlar sistemli düşünürlər. Bugünün uğuru sabahın bünövrəsinə zərər vurursa, o zaman bu uğur deyil. Apple'ın keçmiş CEO-su Steve Jobs yox deməyin əsl liderlik olduğunu deyirdi. Hər fürsətə atılmırdı. Çünki bilirdi, hər şey etmək istəsən, heç nə də bilməyəcəksən. Üçüncü fərq, onlar tənqidə reaksiya vermir, analiz edirlər. Adi rəhbər deyər, kim bu işə irad bildirir? Mənim qərarıma qarşı çıxma olmaz. Uğurlu rəhbər isə deyər, əgər biri etiraz edirsə, deməli nə isə görür. Gəlin bir qulaq asaq. Bu insanlar egolarını özlərinə saxlayırlar. Onlar kimin haqlı olması yarışında deyirlər. Onlar üçün əsas olan ən düzgün qərara gəlməkdir. Kimin təklif etdiyinin fərqi yoxdur. Dördüncü fərq, onlar günahkar axtarmırlar, sistemə baxırlar. Əgər layihə uğursuz alınıbsa, uğursuz rəhbər deyəcək, bu işi Elvin korladı. Uğurlu rəhbər isə deyəcək, gəlin sistemə baxaq. Elvin bu səhvi niyə edib? Bu sayədə təlimatlandırılmayıb, dəstək olmayıb, yoxsa biz yanlış insanı yanlış yerə qoymuşuq? Sizə tanış gəlir, yəni onlar insanı günahlandırmaq əvəzinə sistemə düzəliş verir. Toyota şirkətində belə bir prinsip var. Səhv insan yox, səhv proses var. Elə bu yanaşma da onları dünyada lider edir. Beşinci fərq, onlar hər kəsə eyni baxmırlar, amma hər kəsə ədalətli davranırlar. Bu çox incə məqamdır. Bəziləri düşünür ki, lider hər kəsə eyni davranmalıdır. Amma uğurlu rəhbərlər başa düşür ki, komandada hər kəsin ehtiyacı fərqlidir. Biri təşviqə ehtiyac duyur, biri sakitliyə, biri isə yönləndirməyə. Onlar bu fərqləri görür və hər kəsə uyğun liderlik edirlər. Yəni onlar robotlara yox, insanlara rəhbərlik etdiklərinin fərqindədirlər. Komandasını tanımayan rəhbər gəmi kapitanının sükan arxasında yatmağına bənzəyir. Altıncı fərq, onlar biliklərinə yox, öyrənmə qabiliyyətlərinə güvənirlər. Uğurlu rəhbərlər deyir, bugün biliklərim sabah üçün bəs etməyə bilər. Ona görə də daim oxuyurlar, dinləyirlər, soruşurlar. Onların düşüncə tərzi belədir. Əgər mən 6 ay eyni cür düşünürəmsə, deməli mən inkişaf etmirəm. Dostlar, rəhbərlik sadəcə tituldur, amma düşüncə tərzi rəhbərliyin özüdür. Siz hansı mövqedə olmanızdan asılı olmayaraq bu düşüncə tərzini mənimsəsəniz, həm işdə, həm şəxsi həyatda fərq yaratmağa başlayacaqsınız. Çünki düşüncə tərzi bütün qərarların əsas proqram təminatıdır. İndi biraz özünüzə sual verin. Mən problemlərə necə baxıram? Mən egomla qərar verirəm, yoxsa məntiqimlə? Mən sistemə fokuslanıram, yoxsa insanlara? Mən sabaha hazırlaşıram, yoxsa bu günlə kifayətlənirəm? Bu suallar sizə rəhbər olub-olmadığınızı deməyəcək. Amma sizdə uğurlu rəhbərlərin düşüncə tərzinin təməlini quracaq. Əgər siz də bu düşüncə tərzini mənimsəmək və komandalar qurmaq, layihələr idarə etmək, insanlara ilham vermək istəyirsinizsə, deməli siz artıq bir rəhbər kimi düşünürsünüz. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videonu bəyəndinizsə, like edin, şərh yazın və abunə olun. Növbəti videoda görüşənədək.